Uşaq pulu mövzusu bir neçə gündür ki, gündəmdədir dəyərli izləyicilər. Deputat Günay Ağamalı danışdıqdan sonra bu haqda daha da mövzu qabardı. Ardınca isə jurnalist Səidə Bəkir qızının fikirləri sosial şəbəkələri çalxaladı. Düzdür, Səidə Bəkir qızı daha çox üzünü söyüşsöyənlərə tutmuşdu və onlara etirazını bildirirdi. Amma fikirlərində bir neçə məqam var idi ki, mən də onunla razılaşmadım. Birinci fikir ondan ibarətdir ki, biz bu uşağı dünyaya gətiririksə, xərcini də özümüz çəkməliyik. Bəli, hər bir valideyn zaten övladını böyüdür, amma bu övlad təkcə ailə üçün deyil, həm də cəmiyyət və dövlət üçündür. Gələcəkdə ən azından cəmiyyətin bir fərdidir və dövlətin vergi ödəyicisidir. Eyni zamanda 18 yaşına çatan hər bir oğlan uşağı əskər aparılır, bu dövlət üçün hərbi sistemdə xidmət göstərir və dövlətin arzusu, istəyi olmalıdır ki, həmin vətəndaş sağlam böyüsün, yaxşı şərtlərdə böyüsün, yəni əlil olub büdcəyə yük olmaqdansa, xəstə olub yük olmaqdansa sağlam vətəndaş olsun, vergi ödəyicisi olsun, vətən üçün çalışsın, işləsin, savaşsın. Və bunun üçün də o minimal ehtiyaclar ki var, dünyada və ölkədə iqtisadi durumdan asılı olmayaraq ki, o uşağa qidadır, geyimdir, səhiyyə xərcləri də ödənilməlidir. Bunu minimal olaraq dövlət təmin etsə, əlbəttə ki, yaxşı olar. İkinci arqument odur ki, məgər bizim şəhidlərimiz uşaq pulu almışdı, onlar getdilər, şəhid oldular. Amma bu təbii ki, fəxr olunası bir məqam deyil. Kaş ki alsaydılar, kaş ki o 18-20 yaşlı uşaqlarımız uşaq pulu ilə böyüsəydilər və bəzi o kasıb evlərdən, kasıb ailələrdən çıxan uşaqlar ki var, ən azı yaşadıkları bu həyatda ömür sürdükləri o 20 il ərzində arzuladıkları kimi geyinib, arzuladıkları kimi yeyə bilsəydilər, istədikləri neymətləri. Və kim zəmanət verir ki, bugün böyüyən uşaqlar sabahın şəhidi deyil və biz bir mənalı olaraq bütün müharibələrdən sığortalanmışıq mı? Heç kim bunu iddia edə bilməz. Üçüncü bir məqam odur ki, məgər indiki kişilər bizim atalarımızdan zəif kişilərdir. Xeyr, əsla heç bir, deyək, hazırda cəmiyyətimizdə bildik bəylər, bizim 30 il öncəki cəmiyyətdəki kişilərdən zəif fərdlər deyirlər. Sadəcə indi xərclər artıb, indi daha çox xəstəliklər baş alıb gedir. Bu qədər xəstəlik yox idi və uşaqlarımıza hər ay demək olar ki, yüzlərlə manatımız xəstəliyə gedir. Təhsil xərcləri bu qədər çox deyildi. Bu qədər uşağın təhsilinə, geyiminə və qidalanma çeşidləri bu qədər çox deyildi. Arzu və istəklər, tələbatlar bu qədər deyildi və indiki ataların, elə anaların da həqiqətən də xərcləri də, zəhməti də, əziyyəti də daha çoxdur. O zaman şəraitin ağırlığı, çətinliyi vardı. İndi kapitalizmin gətirdiyi bir tələbat sistemi ki var, bunun qarşısında durmaq həqiqətən də çətindir və xəstəliklər də baş alıb gedir. Digər bir arqument də səsləndi orada dəyərli izləyicilər ki, bu da haqlı məqam idi ki, söyüş söymək olmaz. Bəli, heç bir qadını Azərbaycan kişisi aşağılamamalıdır və heç bir halda nə qədər etirazını bildirsə də, nə qədər o söz onu yandırıb yaxsa da, belə deyək, sarı siminə toxunsa da, etiraz etməli olduğu fikrə belə məntiqli, ağıllı şəkildə fikir bildirmək lazımdır və mən izləyicilərimizdən xahiş edirəm ki, bu postun altında heç bir təhqirə yol verməsinlər, siz də fikirlərinizi yazın, bildirin.